Bizə uşaqlığımızdan vətənin müqəddəs olduğu öyrədilir. Vətənin anadan da, atadan da, ətrafımızda olan dost tanışdan da vacib olduğu aşılanır. Biz vətənimizi nəyəsə görə yox, vətənimiz olduğu üçün sevirik. Biz vətənimiz üçün hər hansı bir mənfəət gözləyərək yox, lazım gəldikdə canımızı verəcək qədər sevdiyimiz üçün xidmət edirik. Vətənini hər kəsdən, hər şeydən üstün tutaraq xidmət edən, canını verən igidlərimizdən biri də şəhid Tağıyev Fuad Mərdanoğlu idi. Fuad 1996-cı il noyabr ayının 1-də Sabirabad rayonunun Ətçələr kəndində anadan olmuşdur. Sabirabad rayonu Ətçələr kənd orta məktəbini bitirən Fuad hərbi xidmətə yollanır. Sumqayıt şəhərindəki en saylı hərbi hissədə 6 ay xidmət etdikdən sonra özünün fiziki imkanlarına və şəxsi istəyinə uyğun xidmət yeri hərbi dəniz qüvvələrinin xüsusi təyinatlı qoşunlarına aid olan en saylı hərbi hissəyə dəyişdirilir. Müddətli həqiqi hərbi xidməti bitirdikdən sonra müvafiq kursları keçir və yenidən ordu sıralarına qayıdır. 2016-cı ilin aprel döyüşlərində ön sıralarda döyüş tapşırıqlarını yerinə yetirərkən komandanlığın böyük etimadını qazanır. 2019-cu ildə 28 may Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 101 illik yubileyi münasibəti ilə döyüş və ictimai-siyasi hazırlıqda yüksək nailiyyətlər əldə etdiyinə və 2020-ci ildə qış tədris dövründə nizam-intizamda, döyüş və ictimai-siyasi hazırlıqlarda göstərdiyi nailiyyətlərə görə fəxri fərmanla təltif olunur. 44 günlük vətən müharibəsində isə Fuad çətin döyüş yolu ilə fərqlənmişdir. Erməni dilini öyrənən Fuad düşmənin içərisinə sızır və lazım olan sənədləri ələ keçirir. O, Füzuli, Cəbrayıl, Zəngilan, Tərtər rayonunun Talış və Suqovuşan kəndlərinin, Hadrut qəsəbəsi və tarixi Şuşa şəhərinin azad olunması uğrunda gedən şiddətli döyüşlərdə qəhrəmanlıq göstərmiş. Şuşa ətrafında gedən döyüşlərdə xüsusi təyinatlı qoşun hücuma keçdiyi zaman şəxsi heyətin qorunması ona həvalə olunmuşdu. 12 nəfərlik qrupla birgə Qırmızı Bazar ərazisində komandanlığın xüsusi tapşırığını yerinə yetirərkən ağır yaralansa da döyüşü davam etdirmiş. Şuşa uğrunda gedən döyüşlər zamanı şəhadətə ucalmışdır. Ölümündən sonra Cəbrayılın, Şuşanın, Xocavəndin azad olunmasına görə, vətən uğrunda, hərbi xidmətlərə görə medalı və Azərbaycan bayrağı ordeni ilə təltif edilmişdir. Şəhid Tağıyev Fuad Mərdanoğlu Sabirabad rayonu Həşimxanlı kənd qəbirstanlığında dəfn edilmişdir.